Salam, hər vaxtınız xeyir olsun, əziz abituriyentlər. Biz sizinlə əvvəlki dərsimizdə isimin qolluqça növləri, sayılıb-sayılmayan isimlər haqqında öyrəndik. Bugün isə dərsimiz sizdən isimlərin morfoloji xüsusiyyətləridir, yəni isimlərin cəmlənmə qaydalarını öyrənəcək ki, təkdə olan isimlərin xüsusiyyətləri nələrdir, cəmdə olan isimlərin xüsusiyyətləri nələrdir? Azərbaycan dilində olduğu kimi ingilis dilində də isimlər kəmiyyətinə görə tək və cəm ola bilir. Yəni həm tək isimlər ola bilir, həm cəm isimlər ola bilir. Sayıla bilən, axı biz demişdik isimlərimiz sayıla bilən və sayıla bilməyəndir. Baxın, sayıla bilməyən isimlər zaten əlifə təkdədirlər. Amma sayıla bilən isimlər təkdə və cəmdə ola bilirlər. Sayıla bilən tək isimlər hər zaman ən qeyri-müəyyənlik artiklı ilə işlənə bilirlər. Yəni sayıla bilən tək isimdir. Biz onun qabağında və yaxud da ən artiklı istifadə edə bilirik və əgər təkdə olan bir isim cümlənin mübtədasıdırsa, bu zaman cümlənin xəbərini də hər zaman tək qoymalıyıq. Baxın nümunəmizə. I bought a watch for my girlfriend. Baxın, burada mən aldım. Nəyi aldım? A watch, qol saatı aldım. Bir qol saatı aldım. Baxın, burada isim tamamlıq vəzifəsindədir və təkdə olduğuna görə qarşısında qeyri-müəyyənlik artiklı işlənmişdir. Digər nümunəmizdə isə the book is my aunt's. Kitab xalamındır. Kitab, baxın, book təkdədir, sayıla bilən isimdir və cümlənin mübtədasıdır. Ona görə də xəbərimiz təkdədir. Deməli, öyrəndik ki, sayıla bilən tək isimlər en artiklı ilə istifadə oluna bilirlər və cümlənin mübtədasıdırsa, xəbər hər zaman tək olmalıdır. Sonra gəldik plural nouns, yəni cəm isimlərə. Baxın, cəm isimlər isə, yəni necə olur cəmlənir? İsimlər iki yol ilə cəmlənir. Bir SES şəkilçisi ilə, lar-lər şəkilçisinə vəzilir Azərbaycan dilində cəmlik bildirir. Bir də kökündən dəyişmək yolu ilə, yəni artıq ona biz heç bir SES şəkilçisi əlavə eləmirik və kökündən dəyişərək cəmləndiririk. Baxın, cəmlənmə yalnız sayıla bilən isimlərə aiddir. Bəli, sayıla bilməyən isimlər hər zaman təkdə olurlar, unutmayın. Cəm isimlər, yəni bir ismi cəmləndiriksə artıq onu ən qeyri-müəyyənlik artiklı ilə van qeyri-müəyyən sayıyla istidə bilmərik. Van müəyyənlikdə, məsələn deyirəm bir, düzdür, bir kitab, bir dəftər. Artıq bu miqdar sayından istidə bilmərəm. En bərabərdir vana, yəni en də bir deməkdir, van da bir deməkdir. Məsələn, books deyə bilmərik, uncles deyə bilmərik, one apples deyə bilmərik. Əgər başlayan söz, yəni yazılan söz samit səslə başlayırsa, artiklı istifadə olunur, sait səslə başlayırsa artıq ən istifadə olunur. Baxın, təkdədirsə bunları istifadə edə bilirik. Cəm isimlərin qarşısında bunlar olmaz. Bəs yaxşı, bayaq biz dedik ki, isimlər həm es, həm də es şəkilçisi ilə cəmlənə bilirlər. Nə zaman es, nə zaman es? Baxın, əgər bir sözün sonu o, x, s, qoşa s, sh, ch, z hərf və yaxud da hərf birləşmələri ilə bitirsə, cəmlənərkən es sonluq əlavə olunur. Məsələn, baxın, third, düzdür, görürsünüz, third sonu nə ilə bitir? Ch ilə bitir. Demək ki, nə ilə cəmlənəcək? ES-lə cəmlənəcək. Brush görürsünüz, SH ilə bitir. SH ilə bitir. Nə ilə cəmlənəcək? Əlbəttə ki, ES-lə. Bunları əzbərləyirsiniz. Bununla bitənləri ES-lə cəmləndirirsiz. Gerdə qalanları isə sadəcə S ilə cəmlənəcəkdir. Məsələn, deyirəm ki, book, books, teacher, teachers. Baxın, bunlar sadəcə S ilə cəmlənir. Sadəcə burada bəzi istisnalar var. Məsələn, bəzi sözlər var ki, O hərfi ilə bitir, amma biz onu es ilə yox, s ilə cəmləndiririk. Bunları əzbər bilmək lazımdır. Piano, foto, radio, video, solo, portofilo, kanguru, studio, auto, kimono, kilo, zoo, koko, and audio. Baxın, bunlar o ilə bitir, amma es ilə cəmləndirsəz, səhv olar. Sadəcə s ilə cəmlənir. Bunları əzbərləsəz yaxşı olar. Ən çox da testlərə düşən piano, foto, radio, video, studio, kilo, sözlərdən çox imtahanı bu sözlər düşə bilir. Yəni testlərdə daha çox bu sözlərlə qarşılaşa bilirik. Sonra gəlirik, deyir, aşağıdakı isimlərdə də o hərfi var. Yəni o hərfi ilə bitir. Həmin həm də es ilə cəmlənə bilir. Baxın, mosquito, zero, volcano, tornado, moto. Bunları həm s-lə, həm də es-lə cəmləndirə bilərsiniz. Sonra sözün sonu
Baxın, belə deyək də, biz bəzi sözlər görürük ki, baxın sonu belə öz dilimizdə desək, y ilə bitir. Düzdür? İngilis dilində nə deyirik? I deyirik də buna. Düzdür? Y hərfidir. Amma sözlərdə əksər hallarda səsi verir. I səsini verir. Amma belə deyəndə Y hərfidir. Düzdür? Əgər bir sözün sonu Y hərfi ilə bitirsə, biz buna şəkil çatdırmaq üçün ondan qabaqki hərfə baxmalıyıq. Məsələn, Y-dan əvvəl sait gəlibsə, sadəcə S əlavə edəcəyik. Məsələn, nümunəyə baxın. Donkey. Düzdür? Baxın, Y-dan əvvəl nə gəlibdir? Sait gəlibdir. İdir. Düzdür? Deməli, Y-dan əvvəl sait gəlibsə, eləcə istəncəmlənəcək. Donkeys. Keys. Gördünüz? Çünki Y-dan əvvəl nə gəlir? Sait gəlib. İ. Və bilərsiniz ki, bəs biz nə bilək ingilis dilində saitlər hansıdır? İngilis dilində də elə. Azərbaycan dilində olan saitlər ingilis dilində də sait hərflərdir. Narahat olmayın bundan. Sadəcə səslərdə müəyyən fərqlər ola bilər. O da bizdə söhbət səslərdən yox, hərflərin özündən gedir. Sonra əgər Y hərfindən əvvəl samit bir hərf gələrsə, bu zaman Y hərfini aya çeviririk və is ilə cəmləndiririk. Məsələn, nümunəyə baxaq. Canary. Düzdür? Baxın, Y-dan əvvəl nə gəlib? R. Yəni, biz bunu R deyə oxuyuruq ingilis dilində. Samitdir. Düzdür? Azərbaycan dilində bilirik ki, R samitdir. Deməli, bu R, Y-dan əvvəl R gəlibsə, artıq biz buradan bu Y-ni, yəni Y-ı itiririk və is əlavə edirik. Düşür, onun yerinə I gəlir və sadəcə S yox, S əlavə edirik. Baxın, sadəcə S artıranda onu S kimi oxuyuruq, amma İS, bax bu İS kimi oxunur. Bunu İS deyirik, bunu eləcə S deyirik. Yaxşı. Məsələn, story. Y-dan əvvəl samit gəlibdir, ona görə də stories olacaq. Əminəm ki, başa düşürsünüz. Sözün sonu F və ya F ilə bitərsə, bu zaman F hərfi, belə deyək, V-yə çevrilir və İS sonluğu əlavə olunur. Baxın, əksərən F və F ilə bitən sözlər VES ilə cəmlənəcək. F itir, onun yerinə V-yə çevrilir və ES əlavə olunur. Life, lives, knife, knives, shelf, shelves. Baxın, bu əksər sözlərdə belə olur. Amma bəzi sözlər var ki, sonu F və yaxud da F ilə bitir, yəni F və yaxud da F ilə bitir. Amma sonuna sadəcə S əlavə etməklə düzəlir. Məsələn, muffs, cliffs, reefs, baxın, saves, baxın, F ilə bitir. Görürsünüz, eləcə S artırılır. Bunlar istisnalardır. Roofs, bax, bunlardan da ən çox testlərə düşən bu dam sözü olur, sef sözü olur, reis. Aha, roof burada 2 dəfə verilibdir. Ondan sonra belief sözü qarşımıza çıxa bilir. Handkerchief, əl dəsmalı, bu qabağımıza çox çıxır. Yəni, ən çox işlənənlər də bunlardır. Burada 2 F-dan yadda saxlaya bilərsiniz bunları ki, 2 F-la bitənlər elə sadəcə S ilə cəmlənir. Əksərən F ilə bitənlər V ilə cəmlənir. Bir neçə söz də burada istisnadır ki, bunlar sadəcə F-dan sonra S artırmaqla düzəlir. Bu 3 dənə sözümüz isə uşaqlar hər iki yolla cəmlənə bilər. Həm F-dan sonra S olarsa düzdür, həm də F-ya çevrilir və S olarsa düzdür. Məsələn, hoofs, wolves və scarves. Bu 3 sözü də yaddan çıxartmırsınız. Sonra gəldik qaydasız isimlərə, yəni irregular nouns. Bunlar nədir? Baxın, isimlərin S-dən cəmlənmə qaydasını yuxarıda hamısını öyrəndiniz. O sadəcə onlardır. Yerdə qalan bütün isimlərə eləcə S artırıb cəmləndirəcəksiniz. Gəldik qaydasız isimlərə. Bunlar isə qaydaya tabe deyirlər. Yəni S və ES şəkilçisi ilə cəmlənə bilmirlər. Biz bunları cəmləndirmək üçün kökündən dəyişirik. Mən, men. Woman, women. Foot, feet. Tooth, teeth. Mouse, mice. Louse, lice. Goose, geese. Child, children. Ox, oxen. Baxın, bunlar kökdən dəyişir. Bunların nə təkinə, nə də cəminə S və yaxud da ES sonluğu artıra bilməzsiniz. Bu zaman testimiz səhv olar. Məsələn, there is a goose on water. Suyun üzərində bir qaz var. There are 32 teeth in a man's house. Deyir, bir adamın ağzında 32 diş var. Gördünüz, diş artıq rəqəm var qabağında. Bilirsiniz də, vandan başqa, yəni birdən başqa hansı rəqəm olursa olsun, isimlər həmsə cəmlənməlidir. Tuz kökündən dəyişərək tis olurdu, ona görə də cəmdədir. Amma qarşısında artikel var,
təkdədir. Və bir qeyd etmək istəyirəm sizə. People sözü hər zaman cəmlik bildirir deyirik. Belə bilirik cəmaət mənasında. Baxın, cəmaət əhali mənasında həmçinin cəmlik bildirən isimdir. Bir də təklik bildirən mənasında xalq millətdir. Bunu nəyə görə deyirəm? Məsələn, testlərdə ola bilər ki, siz bəzən bax belə people görəsiniz. Dərhal bunu səhvdir deyə atmayın. Düşünməyin ki, people cəmlənə bilməz, eslən bu səhvdir. Baxın, people burada demək ki, xalq mənası bilir. Bilin ki, people-un özü də cəmdir. Sonuna s artırılaraq işlənə də bilər. Belə də səhv deyil. Artıq burada xalqlar mənasını verəcək. Deməli, xalq, millət mənasını verəndə artıq burada biz bunu cəmləndirə bilirik. Some peoples are fond of our country's culture. Bəzi xalqlar bizim ölkəmizin mədəniyyətini sevir. Yəni peoples da səhv deyil. Yerinə baxacaqsınız. Sonra mürəkkəb isimlərin cəmlənmə formalarını öyrənək sizin. Bu bir neçə yolla düzəlir. Baxın uşaqlar, bəzi sözlər var ki, tərkibində man və woman var. Biz bilirik ki, hansısa bir sözə gəlib man, woman artırıla bilər və artıq mürəkkəb isim ola bilər bu. Düzdürmü? Məsələn, woman, driver, man, servant. Bu özlüyündə iki cür cəmlənir. Biri var bu man, woman sözü birinci tərəfində gələ sözün. Biri də var ikinci tərəfində gələ. Birinci tərəfdə gələn adətən sözlər defisdən yazılır və cəmlənmə hər iki tərəfdə olur. Yəni, man, woman sözü birinci tərəfdə gəlibsə, bunu cəmləndirərkən həm məni, woman-i cəmləndirib kökündən dəyişirik. Məsələn, a woman çevrilir women-ə, a man çevrilir men-ə. İkinci tərəfdəki sözü isə s və yaxud da es-lə öz qaydasına uyğun cəmləndiririk. Women drivers, qadın qulluqçular. Men servants, kişi qulluqçular. Baxın, gördünüz, hər iki tərəfi cəmləndirmişik. Birini cəmləndirir. Birini cəmləndirməsək, bu səhv olar. Nə zaman man, woman birinci tərəfdə gələrsə. Amma man, woman sözləri ikinci tərəfində, mürəkkəb ismin ikinci tərəfində gələrsə, bu zaman man, woman sözləri cəmlənir sadəcə. Bitişik yazılır və sadəcə ikinci sözü dəyişirik. Policeman, policeman, nəfər polis adamı deməkdir. Policeman, polis işçiləri deməkdir. Postwoman, poçtalyon qadın deməkdir. Postwoman artıq qadın poçtalyonlar yana cəmlənir. Deməli, man, woman birinci tərəfdə olanda hər iki tərəfi cəmləndiririk. İkinci tərəfdə olanda sadəcə elə ikinci tərəfi kökdən dəyişməklə cəmləndiririk. Zaten bitişik yazılır. Birinci tərəfə s filan artıra bilmərik. Biz ismin qrup növlərini öyrənəndə bunu öyrənmişik. Yenə bir dəfə də üstündən keçək. Baxın, aşağıdakı isimlər mən ilə bitir, amma sadədir, unutmayın. German, Roman, Norman, human. Baxın, bu sözlərin kökü yoxdur. Baxın, burada German deyirik. Ger deyə sözün kökü yoxdur. Row deyə sözün kökü yoxdur. Nor deyə sözün kökü yoxdur. Bunlar sadə sözlərdir. Bu 4 dənə söz mənlə bitir, amma sadədir. Ona görə bunları cəmləndirərkən artıq məni mənə çevirmirik. Sadəcə sonuna s əlavə edirik. Bunu mütləq əzbərləyərsiniz. Sonra komponentlərdən biri öz mənasını saxlayan söz önlü mürəkkəb isimlər deyirik. Mən bunu yadda saxlamağınız üçün sizə belə bir qayda deyə bilərəm ki, burada komponentlərdən biri öz mənasını saxlayır, itirir və yaxud da belə yox da. Baxın, söz önü ilə yazılan mürəkkəb isimlər. Məsələn, father-in-law, editor-in-chief, brother-in-law, passerby, söz önü ilə yazılan mürəkkəb isimlərdə yadınızda saxlayın. Cəmlənmə adətən söz önüdən əvvəlki tərəfdən olur. Fathers-in-law, qaynatalar, editors-in-chief, baş redaktorlar, sisters-in-law, tutalım, baldızlar. Deməli, nə oldu? Söz önü ilə yazılan mürəkkəb isimlərdə söz önüdən sonraki tərəflə heç bir işimiz yoxdur. Söz önüdən əvvəlki tərəfi cəmləndirəcək. Sonra yerdə qaldı hər bir komponent öz mənasını saxlayan mürəkkəb isimlər, yəni ki, elə bu öyrəndiyiniz qaydalardan başqa da, məsələn, nə qədər mürəkkəb isimlər varsa, sonuna s artırırsınız, bunu da cəmləndirirsiniz. Babysitter, babysitters, pen friends, toothbrush tutalım. Nə olacaq? Toothbrushes olur da, düzdürmü? Belə merry-go-rounds var, carousel, forget me nots, overalls, touch me nots və s. Yəni öyrəndiyimiz qeydləri öyrənirik. Zaten testimlərdə ən çox qarşımıza onlar çıxır. Yerdə qalan bütün hallarda da mürəkkəb isimlərin sonuna s artırırıq, olur, bitir. Sonra uşaqlar, bəzi isimlər var ki, bunlar həmişə cəmdə olurlar. Bunların tək forması yoxdur. Bunlar elə yaradılışından cəmdir. Bax, bu isimləri də heç vaxt artiklla işlədə bilmirik. Qabaqlarında
miqdar sayları, yəni rəqəmlər işlədə bilmirik. Yaxşı, bunlar özləri təkcə yüklənirlər belədir və həmişə cəmlik bildirirlər. Əgər cümlənin də mübtədasıdırsa, xəbəri həmişə cəm tələb eləyirlər. People əhali, police, cattle mal-qara, gentry ali-cənablıq, stairs pilləkənlər, baxın troops, clothes, rich, goods, poultry quşçuluq. Ən çox deyimdə sizə nələr düşür? People, police, cattle, gentry, bunlar testlərdə çox görürük. Stairs zaten sonunda S var, elə bunu görən kimi biləcəksiniz ki, cəmdir, açmayacaqsınız. Clothes zaten S-lə bitir, biləcəksiniz cəmdir. Goods, bax, testlərə çox düşür, mal, əmtə. Bunu bəzən good, yaxşı sözündən qarışıq salırsınız, amma bu goods, mal, əmtə deməkdir, isimdir. Bunun yəni sifətlə heç bir əlaqəsi yoxdur. Traffic polis. Baxın, trafik sözü özü təhlikdə sayıla bilməyən isimdir. Amma trafik polisi olanda yol polisləri artıq sayılır. Poultry testlərə çox düşür. Yəni, trafik polisi də burada 2 dəfə düşübdür. Tamam, bunu silərik. Bax, bu adını çəkdiklərim daha çox testlərdə qarşılaşacağınız sözlərdir. Bunlar həmişə cəmdədir. Nə miqdar saylarından, nə də eyan artiklından işlənmirlər. Mübtədadırlarsa xəbərləri həmişə cəm olur. Məsələn, cattle are in the farm. Nə deyir? Mal-qara fermadadır. Nə olsun ki, sonunda esi yoxdur. Biz bilirik ki, bunlar cəm isimdir. Sonra ingilis dilində bir sıra el isimlər var ki, onları həmişə biz götürürük yenə. Buna bilirsiniz nədir? Simmetrik isimlərdir. Bu nə deməkdir? Gəlin, mən sizin üçün açım. Bax, bunların çox vaxt tək forması olmur. Həmişə ingilis dilində cəmdə götürürlər. Çünki bunların 2 dənə eyni bərabər tərəfləri var. Məsələn, shortik 2 dənə eyni ayaqları var. Kalgotka 2 dənə eyni ayaqları var. Cins şal var, yenə cins. 2 dənə eyni ayaqları var. Trousers, yenə şal var. Durbin, baxın. 2 dənə durbinin eyni gözü var. Düzdür. Eynək, qoruyucu eynək. Fərqi yoxdur eynəyin bütün növləri. Bütün növ eynəklərdə 2 göz var. Kəlbətin, gecə paltarı, yəni pejama, aşırma, qulaq, qandal, tərəzi. Tərəzi deyəndə birdən düşünə bilərsiniz ki, tərəzinin hardan 2 tərəfi var. Bu, bir tərəfinə daş qoyub, bir tərəfinə yəni çəki daşı qoyub, bir tərəfinə aldığımız bir şeyləri qoyurlar. Bax, həmin daşlardan, həmin tərəzidən söhbət gedir. Ha, unutmayın, bu əlimizdə sadəcə tutub ölçdüyümüz, yəni tərəzidən getmir. Kəlbətin, maqqaq, pinset, baxın, bunların 2 dənə eyni tərəfləri var. Bir tərəfinlə işimizə yaramaz. Düzdür, pinsetin bir tərəfi olsa biz ondan nə qala bilərik ki? Heç nə, 2 tərəfi var deyə işimizə yarayır. Və yaxud da eynəyi bir göz taxmırıq ki, yəni 2 gözündən taxırıq. Şortik, şalvarı bir ayaq geyinmirik ki, düzdürmü? Demək ki, bunlar bir ayaq olsa bizim işimizə yaramaz. 2 tərəfli bizim işimizə yarayırlar. Ona görə də həmişə cəmdilər, cəmdə götürürlər. Əgər cümlənin mübtədası olarlarsa, xəbəri də həmişə cəm olmalıdır. Amma burada bir şey deyə bilərəm ki, sizə 2 hissədən ibarət olan bu isimlərin bir dənə ölçü vahidi var. A pair of, bir cüt deməkdir. Bu ifadə bunların qarşısında işlənərsə, artıq xəbərimiz təkcə ola bilir. Baxın, çünki xəbər a pair of sözlə yox, artıq bu ifadə ilə uzlaşacaq. Məsələn, there was a pair of shoes. Deyə bilərsiniz ki, ay müəllim, bəs dediniz ki, shoes cəmdədir, ki, tay var, düzdür. Bunun xəbəri niyə təkdir? Qabağında a pair of var. A pair of bir deməkdir. Əgər bu simmetrik isimlərdən hansınızsa birinin qabağında a pair of gəlibsə, xəbəri təkdir ola bilər. Yadınızda saxlayın. Sonra bir sıra isimlər var ki, onların təki və cəmi eyni olur. Bu nə deməkdir? Bunları cəmləndirəndə bunların sonuna S-il şəkilçisi əlavə eləmirik, kökündən dəyişmirik. El özləri təkdə də olur, cəmdə də olur. Deyə bilərsiniz ki, ay müəllim, bəs biz bunu testdə necə təyin eləyəcəyik bu təkdədir ya cəmdə? Baxın, bu sözlərin cəmdə və ya təkdə olmasını müəyyənləşdirmək üçün onun qarşısına baxacaqsınız həmişə. Əgər qarşısında en artiklı, one, this, that işarə vəzlikləri varsa, deməli bunlar təkdir. Yox, qabaqlarında məsələn, heç bir artikl yoxdur, bax, heç nəsiz gəliblərsə və yaxud da rəqəm, miqdar sayları gəlibsə, cəmlik bildirən əvəzliklər gəlibsə, məsələn, several ship, many ship deyiriksə və yaxud da heç nə yoxdur, bax, boşluqdur deyirəmsə, the artiklı gəlibsə, artıq götürəcəksiniz. Sadəcə bunu yadınızda saxlamağınız üçün belə deyərəm, zaten bu isimləri əzbərləyəcəksiniz. İki cəmi eyni olan isimlərin əgər qabağında artiklı varsa, one bir sözü varsa, this, that, təklik bildirən bu işarə vəzliyi varsa, təkdədir. Yerdə qalan bütün hallarda cəm götürəcəksiniz. Yaxşı, bunlardan da düzdür, burada çox vermişik. Amma məsələn, testdən çox düşür. Sheep, deer, fish, swine. Ən çox testlərə bunlar düşür. Bu
4 dənəsi ən çox testlərdə görəcəklərinizdir. Digərlərini də müəyyən növlü testlərdə görürük. Baxın, məsələn, means var, series var, düzdür? Sonra s ilə bitir. Elə bilirsiniz ki, cəmdədir ki, baxırsan. Amma xeyr. Təki cəmi indi görürsünüz, yazılışı budur bunun. Əgər qabağında artikel varsa təkdədir, yoxdursa cəmdədir. Biraz diqqətli olmaq lazımdır. Məsələn, nümunələrinə də baxsaq, parrot is a spices of a bird. Bax, görürsünüz, spices sözü. Bax, burada verib düzdür. Görürsünüz, qabağında artikel varsa deməli təkdədir. Sonra amma burada görürsünüz, qabağında rəqəm verib. 6000 növdən danışır. Deməli, artıq burada cəmdədir. A sheep is grazing. Məsələn, qoyun otlar. Sheepin qabağında artikel var. Deməli, təkdədir. Burada sheepin qabağında heç nə yoxdur. Deməli, cəmdədir. Many var. Deməli, cəmlik bildirir. Deməli, qabağında, bunların qabağında an artikeli olsa, one olsa, zissət, işarə əvəzliyi olsa təkdədir. Qalan bütün hallarda, hətta qabağında heç nə olmasa belə cəmdədir. Sonra bir qeydimiz var. Burada sonu ESE, yəni S, qoşa S ilə bitən millət adları cəmlənərkən Z, tək olarkən an artikeli ilə işlənir. Cəm çəkicisi qəbul etmir. Baxın, millət adları ümumiyyətlə cəmlik bildirir də, düzdür. Biz deyirik ki, millət adlarını hər zaman Z artikellə işlədirik və cəmdə veririk. Məsələn, Turkish deyəndə, məsələn, eləcə türk dili də nəzərdə tuta bilərik. Türklər olaraq da, millət olaraq da nəzərdə tuta bilərik. Məsələn, amma onu eləcə Turkish deyənmərik də artıq. Nətər deyəcək? Z Turkish deyəcək. Eləcə Turkish deyiriksə dilindən danışırıq. Amma Z Turkish deyiriksə artıq onun millətindən danışırıq. Z ilə veririk və cəmlik bildirir. Düzdürmü? Adətən, yəni millət adlarının sonuna heç S artırıq cəmləndirməyə çox vaxt ehtiyac olmur. Elə onların qabağında Z artikeli verib cəmlik ifadə edə bilirik, yəni cəm verə bilirik. Amma bəziləri, baxası ki, sonu bu S və qoşa S ilə bitir, cəmlənərkən qabağında Z artikeli verir, tək olarkənsə an artikeli ilə işlənir, amma cəm çəkicisi qəbul etmir. Məsələn, Portuguese, Spanish, baxın, a Portuguese deyəndə bir Portuqaliyalıdan söhbət gedir. 10 Portuguese deyəndə 10 dənə Portuqaliyalıdan söhbət gedir. A Japanese bir Yapondan söhbət gedir. A Japanese ümumiyyətlə Yaponlardan söhbət gedir. Baxın, Swiss. Bunlarda da belədir. Təkdə vermək istəyirsə qabağında E artikelindən, cəmdə vermək istəyirsə qabağında Z artikeli ilə veririk və millət adları artıq cəmlənmiş olur. Amma sonunda S olmur. Unutmayın. Nətər ki, sifətin substantivləşməsi kimi yadda saxlayın da, bunu sifəti keçəndə daha yaxşı biləcəksiniz. Məsələn, deyirəm young, gənc. Z young deyəndə olur gənclər. Sifət elə bir substantivləşəndə, yəni isimləşəndə sifətin qabağına Z qoyuruq və artıq o cəmlənir, isimə çevrilir və xəbəri də həmişə cəm olur. Məsələn, amma onun sonuna S artıra bilmərik. Məsələn, bura bir dənə yazsam, baxın, old, elə qoca deməkdir. Adi qoca sifətdir. Amma mən bunun qabağına götürüb Z old versəm, artıq isimləşdir. Oldu, qocalar. Xəbər verəsi olsam, mən verəcəm Z old are, tutalım yaşlılar, buradadılar, evdədirlər və s. Gördünüz, artıq bu sifətin substantivləşməsi sayılır, yəni isimləşməsi. Sonra kollektiv isimlər vardır. Bu sizə testlərə çox düşmür, əziz abituriyentlər. Amma yenə də bir dəfə üstündən keçək. Baxın, bir sıra isimlər var ki, kollektivlik bildirirlər. Army, ordu, parti, partiya, family, ailə, government, hökumət, team, komanda, audience, tamaşaçı, company, şirkət, firma, izdiham və s. Baxın, bu sözlər deyəndə bilirsiniz ki, məsələn, komanda, bir nəfərdən komanda olmur. Deməli, orada bir neçə nəfər var ki, komanda olubdur. Ordu, bir nəfərdən ordu mu olar? Bilirsiniz ki, orada artıq yüzlərlə, minlərlə insan var ki, o orada olubdur və yaxud da hökumət, bir nəfər hökumət olmur, düzdür? Yəni, bir neçə nəfərlər birləşir və hökumət olur. Biz bunlar belə ad çəkəndə bilirik ki, burada bir kollektivlik var. Bunlar həm təklik bildirə bilir, həm cəmlik bildirə bilir. Məfhum kimi nəzərdə tutulduqda xəbər təkdə işlənir, ayrı-ayrı şəxslər kimi nəzərdə tutulduqda, əşya kimi nəzərdə tutulduqda isə, ayrı-ayrı əşyaları nəzərdə tutduqda isə artıq cəmlik bildirir. Bu isimlərin təklik və cəmlik bildirdiyini özlərindən sonra gələn feildən, cümlədəki onları əvəz edən
əvəzliklərdən bilmək olur. Məsələn, gəlin nümunəyə baxaq. There are a lot of different families in Azerbaijan. Deyirəm ki, Azərbaycanda çoxlu fərqli ailələr var. Görürsünüz, qabağında a lot of verilibdir, families cəmlənibdir. Our army consists of thousands of soldiers. Bizim ordumuz minlərlə əskərdən ibarətdir. Baxın, burada artıq bir məfhum kimi tutmuşam. Ordumuzun tək-tək üzvlərindən danışmıram. Deyirəm, bizim ordu əskərlərdən ibarətdir. Artıq bunu cəmləndirməmişəm, cəm formada verməmişəm, amma xəbərini cəm vermişəm. Çünki ordumuzun əskərlərindən danışıram. Demək ki, bu isimlər sizə dediyim kimi imtahana çox düşmür, amma yenə də nəzərinizdə olsun ki, bunlar kollektiv isimlərdir. Təklik də bildirə bilir, cəmlik də bildirə bilir, kontekstdən, yerindən, cümlənin tərcüməsindən asılı olur. Bir də burada bəzi latın və yunan mənşəli sözlərin cəm formasının düzəlməsi var. Bunlar da abituriyent testlərinə düşmür. Yəni sizin bunları oxumağınıza ehtiyac yoxdur, amma belə ən çox bunları MİQ imtahanlarında görürük. Bu sözlər təkdə olanda bu formada yazılır, cəmdə olanda bu formada yazılır. Bunlar isə tərcümələridir. Sadəcə hərf dəyişiklikləri baş verir. Artıq sonuna s və yaxud da is əlavə olunmur. Bu dərslik bu qədər. Növbəti dərs sahəmizdə inşallah isimlərin yəlikanının düzəlməsi olacaq. Növbəti videomuzda görüşərik.